Qarabağda quruculuq işləri təkcə tikinti deyil, həm də gələcəyin inşasıdır. Prezident İlham Əliyevin Xankəndi və Kərkicahan qəsəbəsində səfəri bu prosesi əyani şəkildə ortaya qoydu. Təhsil, enerji və yaşayışın infrastrukturu üzrə həyata keçirilən layihələr bölgənin strateji əhəmiyyətini daha da artırır. Doğma torpaqlara qayıdan sakinlər isə bu dəyişimin canlı şahidləridir. Bu dönüş isə müvəqqəti deyil, daimi və təhlükəsiz gələcəyin başlanğıcıdır. Prezident İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub. Məlumat verilib ki, təmir işlərinə bu ilin may ayında başlanılan qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790 isə qismən yararlıdır. Bu ilin sonuna dək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. İlkin mərhələdə 30 ailə olmaqla ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə, öz dədə-baba yurdlarına qayıdıb. Dövlət başçısı Kərkicahan qəsəbə sakini Yadigar Əsədovanın evində olub və söhbət edib. Həmişə siz gələsiniz, sizin xoş gəldiniz. Siz də xoş gəldiniz. Doğma vətənə. Sən Allah saxlasın. Sağ ol. Sən ki Azərbaycan millətinin öz vətəninə gəldin. Çox sağ ol. Sağ ol. Necə yaşayırsınız burada? Rahat yaşayırsınız? Rahat, qəşəng. Allah sağ dəyməsin. Dünya durdursan durdurmaz. Sağ ol. Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə də görüşüb. Təbrik edirəm sizi. Doğma torpağa, şəhərimizin münasibəti ilə 34 ildən sonra şükür Allah'a torpaqlarımız işğalçılardan azad olundu və yavaş-yavaş bütün keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdırlar. O cümlədən bugün Kərkicahan qəsəbəsinə də keçmiş köçkünlər qayıdıb və bu qayıdış prosesi davam edəcək. Yəni, böyük qayıdış proqramı bugün dünya miqyasında ən uğurlu icra edilən qayıdış proqramı. Siz isə uzun illər çətin şəraitdə həm fiziki, həm mənəvi əzablar içində yaşamışsınız. Artıq buna son qoyuldu. Dövlət başçısı Kərkicahan qəsəbə bir nömrəli tam orta məktəb binasının əsaslı təmirdən sonra açılışında iştirak edib. Məlumat verilib ki, 624 şagird yerlik məktəbin binasında əsaslı təmir işləri qısa müddətdə həyata keçirilib. Burada ümumilikdə 17 sinif otağı, laboratoriyalar, STEM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbə qədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana, müəllim və şagirdlərin ixtiyarına veriləcək. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilir. Bundan başqa məktəbin həyatyanı sahəsində açıq idman meydançası da yaradılıb. Prezident İlham Əliyev Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin yeni inşa olunan binasının açılışında iştirak edib. Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor müəllim otaqları mövcuddur. Qarabağ Universitetinin Mühəndislik Fakültəsinin binasının təməli qoyulub. Prezident İlham Əliyevə məlumat verilib ki, fakültədə hazırda 19 professor müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır. Fakültədə bakalavriat səviyyəsində 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur. Prezident İlham Əliyev Xankəndi şəhərində Azərenerji Açıq Səhmdar Cəmiyyətinin 110-35-10 kilovoltluq Xankəndi bir elektrik stansiyasının açılışında iştirak edib. Bu, işğaldan azad edilən ərazilərdə 110 kilovoltluq gərginlik sinfi üzrə tikilən ilk qapalı tipli yarımstansiyadır. Buradan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları elektrik enerjisi alacaq. Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60% ixraca, 40% isə daxili bazara yönəldiləcək. Hazırda burada 80 nəfər üçün daimi iş yeri yaradılıb. Növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.
Dövlət başçısı Ağdam Sənaye Parkında mebel istehsalı müəssisəsinin təməlini qoyub. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. Zavodun istehsal gücü illik 4000 dəst mebel və 6000 ədəd metal mebel aksesuarı olacaq. Ağdam Sənaye Parkında metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı olub. Prezident İlham Əliyevə məlumat verilib ki, zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7200 ton təşkil edir. Müəssisədə 32 daimi iş yeri yaradılıb. Prezident İlham Əliyev Ağdam şəhərində Hilton Garden Inn Ağdam otelinin açılışında iştirak edib. Ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla 3 blokdan ibarətdir. 287 yerlik otel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Yeni otel Ağdam Dəmir Yolu və Avtovağzal kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.